Səfa bəy, Çar 1-ci Aleksandr nə vaxt hakimiyyətdə olub? 1801-1825-ci 25-ci ildə. Çar 1-ci Aleksandr öz hakimiyyəti illərində azad taxtçılar haqqında qanun nə vaxt verir? 1803-cü ildə vermişdir. Bu qanunun mahiyyəti nədən ibarət idi? Bu mahiyyəti Kəndlilər ödənc müqabilində azadlığa çıxa bilərdilər, bəli. 1-ci Aleksandrın hakimiyyət dövründə Fransa ilə nə vaxt müqavilə imzalanıb? 1807-ci ildə Tilsit müqaviləsi idi. Müqavilənin şərtləri nə idi? Şərtləri deməli İngiltərə qarşı blokadaya qoşulmaq, kontinental blokadaya qoşulmaq idi. Həm də şərqdə Fransa Rusiyanın ağalığını, qərbdə isə Rusiya Fransanın ağalığını tanıyır. Təbii ki, Avropadan söhbət. Avropadan, bəli. Amma şərtlər pozulduğu üçün, yəni Rusiya İngiltərədən gizli əlaqələr saxladığı üçün Fransa hücum edir. Napolyon neçənci ildə hücum edir? 1812-ci ildə hücum edir. Bu hücum nəticəsində hansı döyüş baş verir? Deməli, Borodino çölündə döyüş olur. Amma bu döyüşdə Fransa qalib gəlir, Moskvanı tutsa da geri qayıdır Napolyon. Niyə geri qayıtmasının səbəbi Rusların partizan müharibəsinə başlaması, həm də əlverişsiz hava şəraiti idi. Olması. Fransadan başqa birinci Aleksandr hansı dövlətlərlə müharibə aparır? Osmanlı dövlətinə İsveçlə. Osmanlı ilə müharibə nəticəsində Osmanlıdan hansı ərazini alıb? Bessarabiyanı alıb. Amma İsveçdən hansı ərazini alıb? Finlandiyanı alıb. Bundan başqa biz Qacarlarla təbii ki, Azərbaycan tarixinə bağlıyıq. 1804-1813-cü illərdə birinci Rusiya-Qacar müharibəsi olmuş. Təhsil və elm sahəsində gördüyü işlər nə idi birinci Aleksandr? Deməli, universitetlərin, məktəblərin sayı çoxaldılmış və bunlara belə deyək. Bundan başqa demək bunun dövründə həmçində məktəb və kitablar üzrə senzura da ləğv olunub, yumşaldılmışdır. Elmə təhsilə daha çox diqqət vermişdir. Birinci Aleksandr dövründə Dövlət Şurası nə vaxt yaradıldı? 1810-cu ildə. Dövlət Şurası necə orqanı idi? İcra deyil. Məşvərətçi orqanı idi, bəli. Kollegiyalar ləğv edilib, əvəzində nə yaratmışdı birinci Aleksandr? Əvəzində nazirliklər yaratmışdı. Avropa nümunəsi nazirliklər yaratmışdı. Tamamilə doğrudur.